eşitsin. Aha, Şəbnəm Tovuzlu, yoxsa Vəfa Şərifova? Çətin seçim oldu. Vəfa Şərifova ilə Bilərək münasibətləriniz eləyirsin. yaxşı deyildi, küslüydünüz. Bilirsiniz necədir? Mən heç kəslə kinli deyiləm, küslü deyiləm. Mənim bürcüm əqrəb bürcüdür. İlim ilan ilidir. Bəli, zamanında nəsə olur və mən onu belə deyim, nəysə də bir-birimizə, yəni Ziba, mən o haqda mənə bir danışmıram. sual maraqlıdır. Vəfanın sənətinə də, xanımlığına da hörmətlə yanaşıram. Çünki xanımdır və bu bir sahədəyik. Bir sahədən bir qazandan yemək yeyirik. Bəli. Ona görə yəni düşmən deyilik. Bir-birimizin ətini yeməməliyik, hörmətlə yanaşmalıyıq. Yəni Allah balaların saxlasın. Mən bir söz demirəm Vəfa xanıma. Təbii ki, Şəbnəm Tovuzlu. Münasibətin yoxdur Vəfa Şərifova ilə? Yox. Heç bir münasibətin yoxdur, inciklik var aranızda. Bəli. Əslində mənə bir sual maraqlıdır. Amma bu sualı efirdə səsləndirmək istəmirəm. Efirdə deyə bilmirik, icazə yoxdur. Sonra mən bu sualı bəlkə şəxsi, amma yox. Qoy mən burada verim bu sualı. Hələ ki rubrikamızı. Yəni, mahnının xodunu qaldırsınlar ki, izləyicilərimiz bizi eşitməsin, olar mı? İnkar edirsən, yoxsa elə bir şey var? Yox, yoxdur. Qətiyyən yoxdur deyirsən. Qətiyyən, qətiyyən. Açıqlama verilibmi bu haqda, aydınlıq olub mu? Yox, efirlərin heç birini açıqlama verməmişəm. Səhv eləmirəmsə, səhər verilişlərinin birində Zaur bu sualı vermişdi mənə, amma mən elə bir, yəni ona da mən söyləmişəm, o da bilir. Amma durub efirdən aç çəkib deməmişəm ki, yox, bu belə deyil, belə deyil. Heç nə deyim, rəngini görməmişəm. Hə, deyirsən ki, əlaqə